Səfəvi dövlətinin sınaq 3. Mərkəzləşmə yolunda atılan addımları müəyyən edək. Şirvanşahı ləğv edildi, Səfəvi dövlətini birləşdilər 38-də, 1538-ci ildə doğrudur. Şahın yanında qanunverici şahidlə, qanunverici ifadəsi gördüsə səhvdir bu. Qanunverici deyil məclis. Məsləhət verən orqandır. Şəki hakimi müstəqil son qoydular 1551-ci ildə. Bunu da götürə bilərik. Əmir Üməranın dövlətdə ikinci şəxs olması bu Ağqoyunlu Qaraqoyun dövlətinə aiddir. Burada isə ikinci şəxs vəkil idi, dini hakimiyyət var idi burada. 1-dən 3. Şah 1-ci İsmaildən fərqli olaraq Şah Abbas. İspaniya ilə müttəfiq olaraq İngiltərəyə qarşı mübarizə yoxdur. Osmanlı dövləti ilə müqavilə Şah Abbasda var, amma İsmaildə yoxdur. Mübarizə hər ikisində var. Şeybəni qoşunu məğlubiyyətə uğratmaq hər ikisində var. 1510, 1599. 16-cı əsrdə hakimiyyətdə olmuşdu. Hər ikisində var. Bizdən fərqli cəhətçisi idi. Cavabımız B variantı. 3-cü sual. Deməli, Gəncə, Bakı və Qarabağ xanlığı Məliklərə qarşı mübarizə Qarabağ xanlığına aiddir. Rus qoşunlarının işğalına məruz qalmışdır. Rus qoşunlarının işğalı hər üçünə aiddir. Rus qoşunları işğalı. Gəncə 1804, Bakı 1806, Qarabağda yenə də 1806, üzr istəyirəm, 5, Kürəkçay müqaviləsi. Sonra AB getdi. Quba xanlığında nikah diplomatisi bu Bakıdır bu. 2, C. Sonra Ziyadoğlu nəsli tərəfindən Gəncə xanlığıdır. Bayat döyüşünə qalib gələn Qarabağ xanlığı idi. Y. 3-ə A, Y. 3-ə A, Y. Olanını tapırıq. C var. Baxaq. 1-ə D, 2-ə C. Düzdür. Cavabımız C variantı. On 17-ci əsrin ikinci yarısında Səfəvi dövlətindən ticarət imtiyazı almış dövlət, müasir dövlət Rusiyadır bu. 5. Hansı müqavilədir bu? 1667 Şah Süleyman dövründə bağlanmış müqavilə. Uyğunluğu müəyyən edək. Peterburq, Bağdad, Gəncə. Peterburq 23, Bağdad 33, Gəncə 35. Peterburq Səfəvi varsa birinci Səfəvi yazılır. Səfəvi və Rusiya arasında, Bağdad Səfəvi və Osmanlı arasında, Gəncə müqaviləsi isə Gəncə, yenə də Səfəvi və Ruslar arasında. Dərbənddən Gəncə qədər Xəzəryanı bölgələr, Dərbənddə Rusiya ilhaq edilirdi. Bu Peterburq müqaviləsi idi A. Sonra Osmanlılar son 10 ildə tutduğu torpaqları geri qaytar, axıra qədər oxuyaq, əraziləri geri qaytarmalı idi. Bağdad müqaviləsidir. B. Rus tacirlərinin Səfəvi dövləti ərazisində sərbəst gömrük ticarət imtiyazı bir daha təsdiq edilirdi. Bəli, Gəncə müqaviləsində. İlk dəfə Rəşt müqaviləsində verilmişdi, sonra Gəncə təsdiq etdi. 1A, 2B, 3C. 1A, 2B, 3C. Cavabımız B variantı. Daha əvvəl baş vermişdir. Cavduşan döyüşü 1774. Qaraçəmən 1761. Qarababa 900 nə idi? 1809. Sultanbud 1812 və Aslandüz 1812. 12 olmasına baxmayaraq Sultanbud daha əvvəldir. Aslandüz sonradır. Yəni hər ikisi eyni ildə olduğu üçün dedim. Amma bizdən daha əvvəl soruşur 1761 Qaraçəmən döyüşü. B variantı. Xəritəyə aid uyğunluq. Baxaq, bu Şamaxı xanlığıdır. Şamaxı ərazisidir. Xanlıq olaraq bizə veribsə əgər. Baxaq görək nə deyir. İlk vaxtda ərazisində iki hakimiyyətliyin olması. Bəli.
1763-ə qədər mövcud olmuşdur. Şamaxıda 2 hakimiyyət. Cavabımız elə A variantıdır. 2090-cı il Azərbaycan tarixinə aiddir. Şairlər, bu klassik bir sualdır. 1723 ruslardır. Bu da 1796. Yenə də General Zubovun rəhbərliyi altında ruslardır. Rus qoşunlarının yürüşünə məruz qalması çox işlənən bir suallardandır. 1578-90-cı illərdə Səfəvi Osmanlı müharibəsinə aid deyil. Niyazabad döyüşündə Osmanlı qoşunlarının məğlub edilməsi. Niyazabad döyüşündə 1583-də bu Osmanlılar məğlub edildi. Bizə amma aid deyil deyir. Aha. Krım xanının Osmanlı dövləti ilə müttəfiq olması bu da aiddir. Şeybanilər Səfəvi müttəfiq olması xeyr. Şeybanilər Səfəvi ilə yox. Şeybanilər Osmanlı dövləti ilə müttəfiq olmuşdular. 10-cu suala baxırıq əzizlərim. Burada siz o birisinə baxaq. Şah Məhəmməd Xudayar hakimiyyət dövründə başlanmasıdır. Doğrudur. Şirvanın Osmanlı qoşununa hücuma məruz qalması doğrudur. Hətta demişik burada, bunu bir də açıqlama verək. 1578 Çıldır döyüşündən sonra Osmanlılar əvvəlcə Şərqi Gürcüstanı tabe etdilər. Şərqi Gürcüstanı. Və onların Azərbaycanın Şirvan zonasına yolları açıldı. 1578 Çıldır döyüşündən sonra. 10-cu suala baxırıq, əzizlərim. Xronoloji acılıq Kirman-Şah müqaviləsi 1732. Rəşd sonra Kirmanşah idi. Peterburq 1723-də. Nabur 1727-də. Bağdad müqaviləsi 1735. Bağdad müqaviləsi. İndi burada nə oldu? Oxşarlıq. Arcıq daha doğrusu. 23-27. 2-3-1-4. Varmı? Var. Nadir Şahın hakimiyyət dövrünə aiddir. Şəkidə üsyan baş verməsi 1743. Bağdad müqaviləsinin imzalanması 1733. Bağdad müqaviləsində Nadir Şah deyil, xandır. Şah dövrünü istəyir bizdən. İkinci Təhmasibin Osmanlılarla müharibəyə başlaması 1731-də. Bu da xan dövrüdür. Kirmanşah 32-də xan dövrüdür. Rəşd müqaviləsi 32-də xan dövrüdür. Bəli. Cavabımız A variantı idi. Çünki Nadir Şah dövrünü istəyir bizdən. 12. Şah II. Abbasın hakimiyyət dövrünə aiddir. Əhalinin siyahıya alınması bu xatırlayırsınızsa 1699-1702-ci illərdə Şah Sultan Hüseyin tərəfindən həyata keçirilmişdir. Peterburq müqaviləsi Təhmasibə aiddir. Təhmasib, ikinci Təhmasibə aiddir. Qəsr-Şirin müqaviləsini imzalayan Səfi. Stepan Razinin yürüşləri. Stepan Razi 1668. Bu da ki Şah Süleymana düşəcək. Rusiya ilə hərbi münaqişənin baş verməsi 53-62-də, 1653-62-də Rusların Şimal Qafqaza qalalar tikdirmək istəməsi idi ki, buna uyğun olaraq da 2-ci Şah Abbas onunla mübarizə apardı. Nəticədə Səfəvin üstünlüyünə münaqişə başa çatmışdı. 18-ci əsrin əvvəllərində Səfəvi dövlətinin tarixinə aid deyil. 18-ci əvvəllərində aid deyil. İqtisadi böhran var. Bəyləbəyin ləğv edilməsi yoxdur əzizlərim. Belə bir şey yoxdur.
Diğer mesele mərkəzi hakimiyyət zəiflədi, siyahıya alındı. Üsyanlar başladı ki, ən böyük birinci üsyanda 1707-də idi. Kirmanşah müqaviləsinin şərtlərinə görə Kirmanşah 32-də Araz çayı iki dövlət arasında Səfəvilərlə Osmanlısı sərhəd oldu. İrəvan, Gəncə, Şirvan Səfəvilərə verildi? Yox, bu Osmanlıda idi. Osmanlıya verilmişdi. O daha sonra Osmanlı'nın əlində qaldı. Verildi, yox, ondan qaldı. Azərbaycan ərazisi Səfəvi Osmanlısı bölüşdürüldü, bəli. 19-cu ikinci yarısına aiddir. Daha sonra 17-ci əsrin ikinci yarısı. 17-ci ikinci yarısı şayədə 1650-dən elə yuvarlaq yazaq ki, 1700-ə qədər gedir. Əslində, yəni 1699-a qədər. Mərən sülhü 1618. Sınıq körpü da 18. Rusiya Səfəvi münaqişəsinin başlanması 1653-də. 53-də, bəli, cavabımız bu olacaqdır. Qəsr-Şirin 39-dur. Çıxdıq. İrəvanın Səfəvilər tərəfindən azad edilməsi. Bu da 17-ci əvvəllərindədir. İrəvan 04. Çıxdıq. Cavabımız C variantı. Hansı müqavilədə Səfəvilərin itirilmiş torpaqları geri qaytarılması nəzərdə tutulmamışdır? Rəşdə Kürdən cənubdakı Xəzər sahil torpaqlardır. Gəncə bütün Xəzəryanı ərazilərdir. Kirmanşahda Arazdan cənubdakı torpaqlardır. Peterburqda isə Kürdən, deməli, daha doğrusu Dərbənddən gələnə qədər Xəzər sahili torpaqlar Ruslara verildi, qaytarılmadı. Bağdad müqaviləsi son 10 ildə Osmanlı tutduğu torpaqları geri qaytarmalı idi, amma qaytarmadı. 17-ci sualımız. 17-nin ikinci yarısına aid memarlıq abidələrini müəyyən edək. 17-nin ikinci yarısı. Yəni 1650-dən yenə də 1700-ə qədər istəyir bizdən. Şeyx Cüneyd məqbərəsi 1544. Sonra Nardaran məscidi, bəli, 17-ci əsrdir. İkinci yarısına düşəcək. Biraz səhv getdi bu. Şamaxıda Kələxana məqbərəsi. Kələxana məqbərəsi. Bu da 1667-ci ildədir. Bu da 17-ci ikinci yarısıdır. Təbrizdə Göy məscid. Bu Təbrizdə Göy məscid Cahanşaha aiddir 65-də. Yəni əvvəldə qoyacaq. 1465-də. Cavabımız 2 ilə 3. 18. Muğan qurultayında müzakirə olundu 1736-da. Hakimiyyətə kimin gəlmə məsələsi müzakirə olunmuşdu? Qızılbaş tayfa nümayəndələri burada yeni şahın başqa surətdə seçilməsinə qarşı çıxsalar da istəklərinə ayrıla bilmədilər. Mətndə baş vermiş hadisə nəticələri. Azərbaycan torpaqlarının mərkəzi prosesi baş tutmadımı? Xeyr, belə bir ifadə yoxdur. Yanlış. Çünki Nadir Şah gəldi, birləşdirdi. Azərbaycan torpaqları Yadelli əsarəti altına düşdü. Yadellilər deyil. Nadir Şah da yerli türk tayfalarından idi. Səfəvi dövlətinə son qoyuldu, doğrudur. Əfşarlar hakimiyyətə gəldi, doğrudur. 3-dən 4. Əfşarlar hakimiyyətə gəldi, düzdür, son qoyuldu, düzdür. 3-4 D variantı. Yalnız 3, yalnız bu formada 1-4, bu formada cavablar varsa diqqətli olmaq lazımdır. Ona görə mən də dayandım, təkrar baxdım. Daha əvvəl baş vermişdir. Qəsr-Şirin 1639.
Hadisələrin başlığı üsyan 1743. 1743. Bağdad müqaviləsi 1733. Sınıq körpü döyüşü 1618. 1-ci Abbasın Bağdada ələ keçirməsi 1621-22-də. Gənc Osmanın ölümündən sonra, yəni 2-ci Osman ölümündən sonra Osmanlıda Bağdad hakimləri üsyan qaldırır və Abbasdan yardım istəyirlər. Daha əvvəl baş vermişsə 1600 var. 1700-lər getdi. 1618. Bəli, D variantı. İrəvan xanlığı Gəncə xanlığından fərqli olaraq İrəvan xanlığı. İrəvan xanlığı Gəncədən fərqli olaraq türk mənşəlidirmi hər ikisi? Gürcü qoşunlarına qarşı mübarizə aparıblarmı? İrəvan da Gəncədə aparıbdır. 1779 budur. Şöriyenin işğal edilməsi var. Gəncə isə 1780. İrəvanda digərləri də var. Sadəcə daha çox ili bilinən hadisəni yazdım. Rus qoşunlarının işğalçılıq yürüşünə müqavimət göstərməsi fərqli cəhət istəyirsə, hər ikisində mübarizə var. Azərbaycanın şimal torpaqlarında, İrəvan da Gəncədə şimalda yerləşir. Osmanlı dövləti ilə həmsərhəd olması İrəvan, Gəncə. Bəli, İrəvan Osmanlı sərhəddə yerləşir. Hadisə nəticə əlaqədə doğru verilən variantı müəyyənləşdirir. Səfəvilər arasında birliyin olmaması Çıldır döyüşündə Səfəvin məğlubiyyətinə səbəb olmuş. Bu doğrudur. Bizdən doğru variantı istəyir. Bu doğrudur. Və o birlər niyə səhvdir? Baxaq. Səfəvi Osmanlı müharibələri Səfəvi dövlət paytaxt Təbrizə köçürülməsi çıxdıq. Səhvdir. Təbriz ilk paytaxt onsuz da. Desəydik ki, Təbrizdən köçürülməsi olardı. Şirvanşahların süquta uğraması 1538. Səfəvi dövlətin mərkəzi başa çatması bu 51-dir. Şəkinin tabe edilməsi ilə. Çıxdın. Krım xanının Osmanlı dövləti ilə müttəfiq olması Niyazabad döyüşündə Osmanlı qalib gəldimi? Xeyr, uğursuz olmuşdu. Variantı çıxırıq. 1-ci Abbas İspaniya ittifaq, İspaniya deyil, İngiltərə olmalı idi. Ona görə də çıxdıq. Bir də Şeybani azad olmasın. Hörmüz Şeybanilərdən azad olunmamışdı. Portuqallardan azad olunmuşdu. Yəni əlaqəsi yoxdur. 22-ci sualımız. Gülüstan sülhünə görə Qacarların tərkibində qalan şimal xanlıqlarımız. 2 dənə İrəvan, Naxçıvan. İrəvan və Naxçıvan xanlıqları 1-2. 24. Rus-Qacar müharibəsinə aid döyüşləri müəyyənləşdirir. Amma hansı Rus-Qacardır bu? 1-ci Rus-Qacar müharibəsi 1804. 13. Şagirdlər, burada bu məsələni də xatırladım. Düzdür, sualla əlaqəsi yoxdur, amma 1804-cü ildə Gəncə xanlığının işğal edilməsi Rus-Qacar müharibəsinə aid deyil. Müharibədən əvvəl baş verən məsələdir. Yəni, müharibə ərəfəsində yazır burada. Ərəfə. Ərəfə müharibədən əvvəl baş verən məsələdir. Yəni, ərəfə müharibədən əvvəl olan hadisədir. Nəsə, bunu boş verir, bunu silək buradan. Qarışdırmasın fikrimizi. Deməli, 1804-də Qarababa 09 aiddir. Sultanbud 12 aiddir. Rusiya Qacar müharibəsi deyir də, bəli, aiddir. Cavanbulaq 27, bu 2-ci Rus-Qacar müharibəsinə aiddir. Aslandüz 12, bu da 1-ci Rus-Qacar müharibəsinə aiddir. Sərdar Abad döyüşü 27-də, əzizlərim, bu da 2-ci Rus-Qacar müharibəsinə aiddir. Cavab 1-2-4. Türkmənçay müqaviləsinin şərtlərini müəyyənləşdirək 1828. Azərbaycan torpağı Rusiya Qacarlar arasında iki hissəyə parçalandı, doğrudur. Ermənilər kütləşi Azərbaycanın torpaqlarını köçürüldülər. 28 Türkmənli 29 Ədirnə, bu da doğrudur.
Rusiya ilk dəfə Xəzərdə donanma saxlamağı bu Gülüstan müqaviləsinə aid idi. 13-də idi bu. Ona görə bu variantı çıxırsan. Səfəvi dövləti ərazisində Rus tacirlər Səfəvi dövləti deyir. Bir dəqiqə, axırını niyə oxuyuruq ki? Səfəvi dövləti deyir. Səfəvilər 1736-da süqut eləyibdi. Səfəvi dövlətinin bura nə əlaqəsi var ki? Qacarlar dövlətidir. 1-lə 2. Xronoloji ardıcılı müəyyənləşdirək əzizlərim. Nadirin şah elan edilməsi 1736. Bayat savaşının baş verməsi 1748. Nadirin Hindistana yürüş etməsi 1737. Görürsünüz, bir-birinə yaxın illər nə qədər çoxdur. Şirvanda 1-ci Sam Mirzənin üsyanı isə 1743-də başladı. Ardıcılıq istəyirsə bizdən, baxaq, 36 var. 1, 3. 1, 3. 4, 2. 19-un 30-cu illəri, 19-un 40-cı illəri. Eləyim ki, hamısı düşsün daha rahat. Sam Mirzənin başlatdığı üsyanlar 43 və 47. Düşür Abra. Nabur müqaviləsi 27. Ona görə bunu çıxırıq. Nadirin sui-qəsdən öldürülməsi 47. 40-cı illər düşürmü? Düşür. Şamaxının Ağsuya şəhərinə köçürülməsi 34. Əhalisinin Ağsuya köçürülməsi 34-dür. Osmanlıların 3 kilsə döyüşündə məğlub edilməsi 35 və bununla da Azərbaycanı tərk edib çıxıb getmişdilər. Y variantı da burada. İbrahim Xəlil xan söhbət gedir Qarabağ xanlığından. Deməli, çıxış əldə etməsi, yəni razılıq əldə et, görüş verdi. Bu 1805 Kürəkçay müqaviləsidir. Kürəkçay müqaviləsi. İmzalanmış müqavilə idi. Rus təbəəlinə qəbul olunurdu. Onlar üzrə Rus çarına sadiq qalmaq tələbi qoymuşdu. Xanlıq xarici siyasət məsələsindən azad olunurdu. Xarici hüququnu itirirdi. Məhəmmədə bəhs edilən xanlığın belə hamısını yazaq da. Mənbədə bəhs edilən xanlığın adını yazırıq. Qarabağ xanlığıdır. Mənbədə bəhs olunan xanın Rus general görüşmə razılıq verməsindən məqsədlərin ikisini. Aha. 1. Şahidlər, Kürəkçay müqaviləsində belə bir şey var idi. Daxili müstəqillik qalır. Daxili daxili müstəqillik qalır. İkinci məsələ. Məlikliklər. Məlikliklər. Təbii ki, sual verə bilərsiniz ki, məliklərin bura nə aidiyyəti var? Baxın, ifadəyə baxın, cümləyə deyir ki, İbrahim Xəlil xan bununla da nəyə gözləyirdi, belə deyim, nəyə ümid eləyirdi ki, bu formada Rusiya mən tabelinə keçərəmsə, axı buradakı Qarabağ xanlığındakı məliklər də var idi. Onlar da ruslardan istifadə edərək Qarabağı parçalamaq istəyirlər.
Əgər deyir, mən rusların himayəsinə keçərəmsə, artıq məliklərin rusların hər hansı bir yardım alma ehtimalı puça çıxmış olurdu. Bu səbəbdən də Rusiyanın belə deyim, fikirlərini qəbul etmişdi. İkinci məsələ də daxili müstəqilliyin saxlanması məsələsi idi. Mənbədə bəhs olunmuş müqavilə əsasən Rusiyanın xanlıq qarşı götürdüyü iki öhdəliyi yazaq. Yazaq. İki məsələ vardı. Bir, yenə də daxili müstəqillik qalırdı. Bir, daxili müstəqillik saxlanılırdı şairtlər. İkinci məsələmizdə nə deyə bilərik burada? Rusiyanın qarşısına götürdüyü xanlıq qarşısında. Xan hakimiyyəti saxlanılır və yaxud da başqa nə deyə bilərik orada? Əhali, yəni xanlıq ərazisində yaşayan əhali Rus təbəəsi sayılır. Yəni bu formada ifadə edə bilərik. 2 dənə məsələ. Bəli. Bu da bizim ikinci sınavımız bitdi.